Uşaqlar, deməli yeni salınmış mövzulardan biri də to be about to ifadəsidir. Bu ifadə çox asan və sadədir və qarşısında təbii ki, to be-nin forması ilə işlənir. Yəni, to be ilə biz bunu qarşısında to be olaraq və to be-nin formalarını dəyişərək işlədirik. Məsələn, to be-nin indiki zaman forması olan, indiki zamandan istifadə edirsə, am, is və ya are formasından istifadə eləyəcəyik və bu ifadənin mənası nədir? Nəyisə etmək üzrə olmaq. Yazıbdır ki, we use about to when something is going to happen very soon, sometimes immediately. Biz about to-nu o zaman istifadə edirik ki, nəsə tezliklə baş verəcək və ya bəzən də dərhal baş verir. Və aşağıdakı cümlələrə baxırıq. Can I call you back? Mən sənə sonra zəng eləyə bilərəm. I'm about to go out. Mən elə çıxmaq üzrəyəm. Yəni, hal-hazırda getmək üzrəyəm, nəyisə etmək üzrə olmaq deməkdir bu ifadənin mənası. Göründüyü kimi, bax, burada about to nəyisə etmək üzrə olmaq mənasını ifadə edir. Yəni, çıxıram, çıxmaq üzrəyəm, elə bu dəqiqə çıxırdım anlamını verir. Və gördüyünüz kimi, I am forması, yəni am formasından istifadə olunursa, çünki söhbət məndən gedir. Digər nümunəyə baxıq. Look at that monkey, o meymuna baxın. It's about to jump. O, hoppanmaq üzrədir. Söhbət itdən gedir və ona görə də itdən də burada to be-nin hansı forması aşağı sinif qaydalarından bilirik ki, to be ilə burada is forması bəli işlənir. Növbəti cümlədə deyir ki, hurry, the shop's about to close. Tələsin, mağaza bağlanmaq üzrədir. Yəni, bağlandı, bağlanacaq da. Yəni ki, artıq tez bu an bu eləmək üzrə, yəni bu an baş verəcək bir hərəkətlərdir. Növbəti cümlədə isə deyir ki, the sky is dark, səma qaranlıqdır. I think it's about to rain. Düşünürəm ki, yağmaq üzrədir. Yəni, hal-hazırda gözlənilir ki, yağa bilər. Yəni, gözlənir deyil də, yəni yağmaq üzrədir. Yağdığı və yağacaq mənasındadır. Əslində çox asandır və çox primitiv qaydadır. Elə bir dərin qaydası yoxdur. Toplu üzərində də buna aid nümunələr var, onların da izahını verəcəm.